Könüllərin sirdaşı, sazın və sözün beşiyi. Burada dağlar başındakı bulutları ilə söhbət eləyir. Çəmənlərdə xarı bülbülün ətri ruhu oxşuyur. Bülbüllərin nəğməsi, bulaqların fışıltısı ilə birləşib, Qarabağın hər daşına, hər çiçəyinə həyat verir. Səma Şuşa üzərində daha aydın və daha nurludur. Natəvanın səsi küləklə dövrə vurur. Sazın telləri azadlığın nəğməsini oxuyur. Bu müqəddəs torpaqda hər bir addım bir tarix, hər nəfəs bir dua, hər baxış bir səcdədir. Azad Şuşa şəhidlərin qanı, qazilərin fədəkarlığı və ali baş komandanımızın müdrik iradəsi ilə yenidən dirçəlib ucaldı. Şuşanın dağlarından eşidilən o avaz Şuşanın dağları deyil dumanlar, qürurun, sevginin və sonsuz ümidin avazıdır. Səndən ölməyə çoxdur gümanlar. Qarabağın üzlərində gözü var, kör olsun düşmanlarımız. Vətənimizdə, Şuşamızda gözü var. Dağlar dağlara baxar, dağlardan çaylar axar. Bu Şuşada adətdir, sevən sevənə baxar. Həkəri ay həkəri, zaur yesin şəkəri, eləsinə gedirəm, beylər olsun nökəri. Ateşli, teşli Şuşadan keçdi. Bugün Şuşaya gələn qızlar, zaur müğəndinin yanından keçdi. Əziziyəm, quzu qurban, qoç qurban, quzu qurban, mərdin bir körpəsinə, namardın yüzü qurban. Hər daşı, hər nəfəsi tarix danışır gözəl Şuşamızın. Bəli, əziz izləyicilər, 27 aprel saat 13:00 Ulusumaz saytının gözü ilə izləyirsiniz. Hal-hazırda canlı, möhtəşəmdir doğrudan.